Herkese salam, kanalıma xoş gəlmisiniz. Şəhidimiz milli qəhrəman Şükür Həmidovun qızının ötən gün toyu baş tutub. Toyda bir çox tanınmış nümayəndələr iştirak edib. Onlar arasında Murad Arif və Mətanət İskəndərli də yer alıb. Həmin görüntüləri sizlərə təqdim edirəm. Çox dəyərlilər, hamınız rəqsə buyurun. Karin Express. Kızım. Zaman geçti. O balaca kız büyüdü. Bugün öz yeni hayatına, xoşbəxt gələcəyinə fəxrlə addım atır. Bugün fiziki olarak yanımızda olmasa da onun ruhu, sevgisi ve xeyir duası her an buradadır. Heç normal. Mən şükür yoxam, Azərbaycan dağılası deyil. Sabahları minlərlə mənim kimi şükür çıxıyor ortalığa. Bəzən insanlar təkcə bir ailənin yox, bütöv bir millətin fəxrinə çevrilərlər. Adı tarixə qızıl hərflərlə yazılan cəsarətilə dastan yaradan milli qəhrəmanımız Polkovnik Şükür Həmidov. Vətənini bu qədər sevən insan əlbəttə ailəsinə də bağlılar. Bu sevgisini ailəsinə də verə bilər. Bugün bu toyu Laçın Ansamblının rəhbəri Natiq Dağlaroğlu idarə eləyib. Çox sağ ol, mənim əziz qardaşım. Təşəkkür edirəm. Ekspres harda varsa, orada gözəllik var. Bugün də Fərid qardaşım çox böyük ürəklə gəldi bizim Azərbaycanımızın igid oğlu, qəhrəman oğlu, şəhid Şükür Həmidovun borcumuz balasının, qız balasının toyunu işıqlandırsın. Bugün mən Grand Opera Sarayın rəhbərliyinə çox təşəkkür edirəm. Və bugün rəhbərlik elədiyim ölməz sənətkarımız Məhəbbət Kazımov adına Laçın Ansamblı ilə bərabər və çoxlu müğənnilərimiz dəvət aldı, idrak elədilər. Mən hər birinə təşəkkür edirəm. Müşabə xanım, Mətanət xanım İskəndərli, Şamalə Qubatlı, Məhəmməd İsaq, Dinarə xanım, Elçin bəy, Aşıq Elçin, çox müğənnilərimiz iştirak elədi. Murad Arif. Amma toy sahibinə çox müğənnilərimiz söz vermişdi. Gəlmədilər. Onlar istəyir ki, adlarını açıqlasınlar, amma mən ona razı olmaram. Amma belə şəhid, igid, qəhrəmanımızın toyundan qalmaq olmaz, ha, Fərid bəy? Bəli. Şəhidlərimizi heç vaxt unutmayaq. Cabir müəllim rayona gedirdi, eşitdi. Yoldan qayıtdı. Mən Cabir müəllimə çox təşəkkür edirəm. Azərbaycan milli qəhrəmanı Şükür Həmidovun övladı Nurlan Həmidli yanımızdadır. Xoş gördük Nurlan, təbrik edirəm. Çox sağ olun. Allah xoşbəxt eləsin. Çox sağ olun. Sən də ürək sözlərini buyur. İlk öncə mən də hamını salamlayıram. Azərbaycanın bir çox nüfuzlu, dəyərli insanlar gəldi, dəyər verdilər, toyumuzda iştirak etdilər. Bugün mənim bacımın toyudur, mən çox xoşbəxtəm, qürur hissi keçirdirəm.
və bir daha bura gələn hər kəsə özlərim minnətdarlığımı bildirirəm ki, dəyər verdilər, gəldilər, gələn ayaqları var olsun. İnşallah hamının evinə belə şən, xoş günlər qismət olsun. Allah subaylarımızı da xoşbəxt eləsin. İnşallah onlar üçün olsun bu toylar. Çox sağ olun, bir daha minnətdaram. Sən subaysan? Bəli, bəli. Fərid Ekspres olaraq siz də gəldiniz, zəhmət çəkdiniz o boyda yolu. Borcumuzdur qardaş, borcumuzdur. İnşallah mən də evlənim, siz də Fərid Ekspres kimi gəlib iştirak edərsiniz. Canla, başla. Sağ olun. Azərbaycanın milli qəhrəmanı, hər birimizin əzimiz və Qubbatlı elinin qəhrəman oğlu kimi sinəsini gərən Şükür Nərman oğlu Həmidovun evladının toyudur. Gəlin bir möhtəbər, ürəkdən alqışlayaq deyək ki, ruhu şad olsun, evladı xoşbəxt olsun. Bugün 44 günlük Vətən müharibəsinin şəhidi, Azərbaycanın milli qəhrəmanı Şükür Həmidovun övladının toyuna gəlmişik. Bu əlamətlər gündə Müdafiə Nazirliyinin rəhbər heyəti, dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, icra başçıları və ictimaiyyət arasında tanınmış şəxslər iştirak edirlər. Şükür Həmidov vətən uğrunda canından keçərək adını tariximizə yazdırdı. Biz də Ekspres xəbərlər olaraq borcumuzdur ki, onun övladının toyunu işıqlandıraq. Allah xoşbəxt eləsin. Dünya sizindir. Yürekler tebrik. Yaşasın sevgi. Sen lazımsan bir de sizinle. Ahmet'inle ben öfşedik. Üzmeyi kimler öyle. Allah mübarək eləsin. Yəni doğrudan da bu məclis başqa məclislərdən çox fərqlənir. Ona görə ki, bu məclisin sahibi vətən yolunda canını verən bir bizim igidimiz, şəhidimizdir. Qubbatlıda, Bərgüşadda, Laçında, Kəlbəcərdə, belə Şuşada Xankəndində ayıç rəngli bayrağım. Qoy səni Şuşamızda görsün hər gəlib gedən. Şükür qeyrətli onların, qeyrətinə qurban olun, vətən sənin torpağın, qüdrətinə qurban olmayınca uzaq əllərdə. Cavanlaşmışsınız. İndi deyirəm ki, 30 yaş cavanlaşmışsınız. Axırda məni gözə aparacaqsınız. Yox, aparmayacaq, əlim düşüb sizə. Yaş azalır, cavanlaşmış məqəmi Çox doğru buyurdu Zəminə xanım. Çox sağ olun, təşəkkür edirəm. Darıxmışdım da bu saçım üçün. Amma o çəki ilə bu saç yaraşmayacaqdı mənə. Bu saç mənimdir, o vaxtki 25 il bundan öncəki imicimdir. Yenə qayıtdım o illərə. Dedim axı, gəl qaydaq o illərə. Mən də aparmışsınız özünüz səndə. Eşitdim ki, bugün bir çox əlamətdar gündə iştirak edirsiniz. Toyların açılışıdır da. Biz toy sezonunu açdıq. Bugün kimin toy olsa yaxşıdır. Gör Allah necə qismət edib, yeni paltarımla, bu yeni imicimlə gəlmişəm bizim Azərbaycanın milli qəhrəmanı Şükür Həmidovun gözünün ağı qarası bircə qızı Əzizə qızımızın toyuna gəldik. Elə mənə dünən zəng vurdular, sırağa gün bundan qabaq anası zəng vurdu. Elə bir zəng bəs elədi ki, dedim, böyük məmnuniyyətlə gəldim, iştirak elədim və özümə fərəh bilirəm, fəxr bilirəm. Mətanət xanım bütün vaxt və bu cür toylara, xoş günlərə həmişə kəməndsiz qoşulur. Ona görə də o ürəyinizə görə var olun. Bəli, əlbəttə, əlbəttə, hamımızın borcumuzdur. Allah bütün xalqımızın balalarını xoşbəxt edir. Amin deyən dillər var olsun.